Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən son zəng tədbiri məktəbin həyətini duyğulu və sevincli anlarla doldurub. Məzunlar illərlə bir arada olduqları sinif otaqları, parta yoldaşları, mehriban müəllimləri və məktəb həyətinin hər küncünü sevgi ilə yad edərək bu gün arzularının astanasında bir araya gəliblər. Tədbir yüksək bayram havasında keçirilib. Tədbirdə iştirak edən Milli Məclisin deputatı Səbinə Salmanova çıxışında qeyd edib ki, Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbi istər təhsil göstəriciləri, istərsə də pedaqoji kollektivin fəaliyyəti ilə hər zaman seçilən tədris ocaqlarındandır. Məktəbin direktoru Kəmalə Hüseynova isə öz çıxışında məzunlara xeyir-dua verərək qeyd edib ki, bu il bir neçə məzun qəbul imtahanlarında yüksək nəticələr göstərərək məktəbin adını bir daha uca tutdular. Tədbirdə iştirak edən şəhid ailələrinin nümayəndələri də gənclərə öz nəsihətlərini verərək vətənə layiqli övlad olmalarını arzulayıblar. Şagirdlərin hazırladığı rəqs nömrələri, şeirlər və musiqi kompozisiyaları tədbiri daha da rəngarəng və yadda qalan edib. Əllərində rəngarəng şarlar, gözlərində gələcəyə böyük ümidlərlə dolu baxışlar olan gənclər son zəng sədaları altında məktəb həyatı ilə vidalaşıblar. Yüksək tədris səviyyəsi, intizamı və mənəvi mühiti ilə seçilən Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbi bu gün də uğurlu məzunları ilə öz ənənələrini yaşatmağa davam edir. Elvin Qudrətov, Şəmsistan Fikrətli, Elbrus İsmailov bu gün informasiya proqramı üçün.